Proqram qeyd etdiyim kimi çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub. Nəzarət də təmin ediləcək. Həm hökumət tərəfindən, prezident administrasiyası tərəfindən, ictimai nəzarət də əlbəttə ki, mütləq olmalıdır. Bu proqramın icrası mətbuatda geniş işıqlandırılmalıdır ki, Azərbaycan vətəndaşları, xüsusilə Bakı və Abşeronda yaşayan insanlar görsünlər, bilsinlər ki, nə vaxt hansı məsələ öz həllini tapır. Və yubanmalar da olmamalıdır. Çünki yenə də deyirəm, proqram 35-ci ilə qədər nəzərdə tutulur. Biz hesab edirdik ki, daha da tez bir zamanda bunu etmək mümkündür. Ancaq tələsməmək üçün və bütün işləri keyfiyyətlə təşkil etmək üçün qərara gəldik ki, təxminən 10 illik proqramdır. Yəni, kifayət qədər vaxt var, ancaq bir gündə yubanma olmamalıdır.